Gəlin başlayaq zöhr namazından. Hava isti olmadıqda zöhr namazını əvvəl vaxtında qılmaq daha yaxşıdır. Peyğəmbərimiz, ona Allahın salavatı və salamı olsun, zöhr namazını günəş zenit xəttini keçən kimi dərhal qılardı. Lakin şiddətli isti olduqda zöhr namazını gecikdirmək daha yaxşıdır. Hədisdə gəlib ki, isti şiddətləndikdə namazı sərin vaxta saxlayın. Həqiqətən şiddətli isti cəhənnəmin püskürtüsündəndir. Əsr namazına gəldikdə isə əsr namazını tezləşdirmək, yəni ilkin vaxtında dərhal qılmaq müstəhəbdir. Hədisdə buyurulur ki, günəş yüksəkdə olanda Peyğəmbər, ona Allahın salavatı və salamı olsun, əsr namazını qılardı. Bundan sonra kimsə Mədinə şəhəri yaxınlığında yerləşən Avaliyə adlı bir yerə gedib gələr, günəş isə hələ də yüksəkdə olardı. Bəs yaxşı, əsr namazını öz vaxtında qılmayanın günahı nədən ibarətdir? Hədisdə gəlib ki, əsr namazını gecikdirən insan öz ailəsini və malını itirmiş kimsə kimidir. Başqa bir rəvayətdə gəlib ki, kim əsr namazını tərk edərsə, onun əməli puç olar. Dəyərli izləyici, onu da bilməlisiniz ki, əsr namazını üfüq saralana qədər gecikdirmək günahdır. Hədisdə gəlib ki, bu münafiq namazıdır. Oturub günəşi gözləyir, günəş şeytanın buynuzları arasında olarkən durub tez tələsik, Allahı çox az zikr edərək 4 rükət namaz qılır. Məğrib namazına gəldikdə isə, məğrib namazını tezləşdirməyin, yaxşı gecikdirməyin isə pis hal olması haqqında bir çox hədislər vardır. Hədislərin birində gəlib ki, ümmətin məğrib namazını ulduzlar görsənən vaxta qədər gecikdirmədikcə xeyir, yaxud fitət üzərində olarlar. Başqa bir rəvayətdə gəlib ki, Peyğəmbər, ona Allahın salavatı və salamı olsun, məğrib namazını günəş batıb gözdən itəndən sonra qılardı. Keçək işə namazına. Məşəqqət yoxdursa, işə namazını gecikdirmək yaxşıdır. Bir gecə Peyğəmbərimiz, ona Allahın salavatı və salamı olsun, işə namazını gecənin əksər hissəsi gedənə qədər gecikdirdi. Hətta məscid əhli də yatmışdılar. Sonra çıxıb namaz qıldı və dedi, əgər ümmətimə çətinlik yaratmasaydım, işanın vaxtı budur deyərdim. İşədən qabaq yatmaq, sonra isə gərək olmadan danışmaq bəyənilmir. Peyğəmbərimiz, ona Allahın salavatı və salamı olsun, işə namazından əvvəl yatmağı, sonra isə danışmağı xoşlamazdı. Rəvayətlərin birində də gəlib ki, bir gecə Peyğəmbəri, ona Allahın salavatı və salamı olsun, gözləyirdik. Gecə yarı olmağa az qalmışdı. Peyğəmbərimiz gəldi, bizə namazı qıldırdı və sonra vəz etdi və dedi, İnsanlar namaz qılıb yatıblar, amma siz isə namazı gözlədiyiniz vaxtda da namazda sayılırsınız. Növbəti namaz sübh namazıdır. Sübh namazını əvvəl vaxtında, yəni ala qaranlıqda qılmaq yaxşıdır. Hədislərin birində gəlib ki, biz mömin xanımlar paltarımıza bürünüb sübh namazını Peyğəmbərlə, ona Allahın salavatı və salamı olsun, birlikdə qılar, namazdan sonra evlərimizə dağılırdıq. Hava qaranlıq olduğundan heç kəs bir-birini tanımırdı.